İnklüziv təhsil və uşaq yönümlü təhsil olacaq. İnklüziv nədir? İnklüzivlik nədir? Sim uşaq kimdir? Müəllimlərin çoxusu inklüziv uşaq deyirlər. Əslində inklüziv bir təhsildir. Yəni inklüzivlik sağlamlığından, potensial imkanından, maddi təminatının asılı olmayaraq uşaqların bircə təhsil alma hüququnun təmin edilməsidir. Ona görə də inklüziv uşaq anlayışı yanlışdır. Bunu çalışın nitqinizdə istifadə etməyəsiniz. Daha sonra inklüziv təhsildən biz danışmalıyıq. İnklüziv təhsil nədir? İnklüziv təhsil, təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan və bütün uşaqların müxtəlif ehtiyaclarının ödənilməsinə əsaslanan inkişaf prosesidir. İnklüziv təhsildə istər sağlam, istərsə də əlillərin bərabər təhsil alma hüququnun təmin olunmasıdır. Əslində indiki dövrdə əlil anlayışı da aradan çıxardılır və sim uşaq deyilir. Sim uşaq sağlamlıq imkanı məhdud deməkdir. Sim sözünün mənası sağlamlıq imkanı məhdud deməkdir. Biz xüsusi qayğıya ehtiyac olan uşaqların daha keyfiyyətli təhsillə yiyələnməsi, cəmiyyətə daha tez adaptasiyası üçün digər yaşıdları ilə bir yerdə olması daha məqsəd uyğundur. İnklüziv təhsillə bağlı beynəlxalq praktikaya görə bir sinifdə təhsil alan xüsusi qayğıya ehtiyac olan uşaqların sayı 5-10% olmalıdır. Sim uşaqların ümumi təhsilin məktəblərində təhsilin bir çox ölkələrin, eləcə də Azərbaycanın cəlb olunduğu inklüziv təhsil sisteminin qanuna uyğun inkişaf mərhələsidir. Sim uşaqların, yəni biz bu inkişaf mərhələsini 4 mərhələyə bölürük. Birinci mərhələ diskriminasiya mərhələsidir. Sim uşaqlar ümumiyyətlə təhsildən kənar qalırlar. Deməli, birinci mərhələdə olan uşaqlarda belə deyim də, təhsildən kənar qalırlar və artıq onlarda təhsil almasına onların ehtiyac qalmır. İkinci mərhələ seqreqasiya mərhələsidir. Seqreqasiya mərhələsi sim uşaqlar ya xüsusi məktəblərdə oxuyur ya da evdə təhsilə cəlb olunmasıdır. Üçüncü mərhələ inteqrasiya mərhələsidir. İnteqrasiya sözünün mənasını biz bilirik ki, əlaqələndirmə deməkdir. Sim uşaqlar ümumi təhsil məktəblərində tipik uşaqlarla birlikdə, lakin ayrı siniflərdə xüsusi proqram əsasında oxuyur. Dördüncü mərhələ inklüziya mərhələsidir. İnklüziya mərhələsində sim uşaqlar ümumi təhsil müəssisələrində tipik uşaqlarla eyni siniflərdə təhsil almasıdır. Daha sonra biz inklüziv sinifdə müəllimin vəzifələrini bilməliyik. Sim şagirdləri cəmiyyətə bərabər hüquqlu şəxs kimi təqdim etmək müəllimin vəzifəsidir. İnklüziv təhsilə cəlb olunmuş şagirdin fərdi xüsusiyyətlərini bilmək, inklüziv təhsillə bağlı nəzəri və praktik biliklərə malik olmaq, sim şagirdlərin fərdi tədris planının hazırlanmasında iştirak etmək, differensial təlimi təşkil etmək, sim şagirdlərin daha çox maraq göstərdiyi fənlərlə əlaqəsini təmin etmək, müəssisədə təhsil alan hər bir şagirdin uğurları ilə bağlı müşahidələr aparmaq. Çünki biz uşaq yönümlü təhsildə qeyd edəcəyik ki, uğurun böyük və yaxud da kiçik ola bilməz. Nəzərə çarpan və yaxud da nəzərə çarpmayan uğur var. Əgər biz bir uşağın uğurunu görə bilmiriksə, həmin uşaqda belə deyim də, uğura qarşı, irəliləyişə qarşı artıq o uşaqda özgüvən formalaşmayacaq. Hər yarım ilin sonunda məktəb rəhbərliyi qarşısında hesabat vermək, inklüziv təhsilə cəlb olunan şagird haqqında bütün məlumatların məxfiliyini qorumaq. Yəni biz məxfiliyin digər adı da konfidensiallıqdır. Nəinki ki, inklüziv sinifdə bütün müəllimlər öz valideynləri və uşaqları arasında olan məxfiliyi, yəni konfidensiallığı qorumalıdır.
Sağlamlıq imkanı məhdud şagirdlərin fərdi və qrup fəaliyyətlərinə cəlb olunmasına kömək etmək, sağlamlıq imkanı məhdud uşaqların portfoliolarını hazırlamaq, məktəb psixoloqu ilə əməkdaşlıq etmək, valideynləri sim uşaqların inkişaf dinamikası barədə müntəzəm məlumatlandırmaq müəllimənin vəzifəsidir. Daha sonra biz inklüziv təhsilin prinsiplərini öyrənəcəyik ki, 8 prinsipi var inklüziv təhsildə. İnsanın dəyəri onun qabiliyyət və nailiyyətindən asılı olmadığı qeyd olunur. Yəni ola bilər ki, hər hansısa bir uşaq nə isə yaxşı edə bilməz, nə isə bacarmaz. Bu o demək deyil ki, həmin uşaq dəyərsiz hesab olunur. Xeyr. Hər bir insanın, yəni insanın dəyəri onun qabiliyyət və nailiyyətindən asılı deyil. Hər bir kəsin hiss etmək və düşünmək qabiliyyəti var. Hər kəs ünsiyyət hüququna malikdir və o dinlənməlidir. Bütün insanlar bir-birinə lazımdır. Həqiqi təhsil yalnız real münasibətlərin kontekstində mövcud ola bilər. Yəni bir müəllim öz uşaqlarına qarşı sevgi dolu, məhəbbət dolu olmalıdır. Öz uşaqlarını sevməlidir ki, orada da təhsil düzgün inkişaf etmiş olsun. Bütün insanlara öz həmyaşıdlarının dəstək və dostluğu lazımdır. Bütün şagirdlərin inkişafı onların bilik və bacarığından asılıdır. Bəli, əgər bir uşaq inkişaf edirsə, deməli bilik və bacarığı var bu uşağın. İnsanların müxtəlifliyi həyatın bütün sahələrini inkişaf etdirir. Bu bizim inklüziv təhsillə aid olan 8 prinsipimiz oldu. Daha sonra inklüziv təhsilin 3 növü var. Deməli biz mərhələsini qeyd etdik, prinsipini qeyd etdik, indi isə növünü qeyd edirik. Bax bunların adları ilə yadınızda saxlayın ki, testlərdə sizdən nə sorulduğunu başa düşəsiniz və variant olaraq da düzgün variant seçəsiniz. İndi biz seçirik, daha doğrusu indi biz qeyd edəcəyik növünü. Nöqtəvi daxil olma, hissəvi daxil olma, bir də tam daxil olma. Nöqtəvi daxil olma deyəndə məktəbə qədər yaşlı sağlamlıq imkanları məhdud uşaqlar ayrı-ayrı məqamlarda, məsələn, gəzinti, oyun və ya bayram tədbirlərində sağlam uşaqlarla kollektivə qoşulurlar. Deməli, nöqtəvi daxil olmada bayram tədbirləridir, oyun, gəzinti. Yəni ki, fikirləşin ki, il ərzində 4-5 dəfə bir araya gəlirlər. Hissəvi daxil olmada isə sağlamlıq imkanı məhdud məktəbə qədər yaşlı uşaqlar qrupda bütün günü deyil, bilavasitə fiziki tərbiyə, təsvirincə sənət və yaxud da musiqi məşğələlərində iştirak edirlər. Yəni həftədə 2-3 dəfə bir araya gəlirlər. Tam daxil olma isə sağlamlıq imkanları məhdud uşaqlar inklüziv qrupda sağlam həmyaşıdları kimi bütün günü və həyata keçirilən bütün məşğələ və tədbirlərdə iştirak edirlər. Artıq onlar bir yerdə olmuş olurlar və bu da tam daxil olma hesab olunur. Daha sonra inklüziv təhsildə yanaşma var ki, 2 cür yanaşma modeli var. Tibbi model, bir də sosial model. Tibbi model uşaqların qüsurlu olmasıdır, damğa vurulmasıdır, cəmiyyətin dəyişməz qalmasıdır, pozuntunun diqqət mərkəzində saxlanmasıdır. Yəni tibbi modeldə bizə vurğulanır ki, sim uşaqlar cəmiyyətə uyğunlaşmalıdır. Amma sosial model bunun tam tərsini deyir. Cəmiyyət sim uşaqlara uyğunlaşmalıdır. Sosial modeldə qeyd olunur ki, hər bir uşağın dəyərli olması, uşaqlarla ünsiyyətin qurulması, problemin həll edilməsi, mənafelərin dəf edilməsi əsas götürülür. Yəni bu uşağın tutaq ki, hər hansısa bir bacarığı yoxdur və mən bunu cəmiyyətdən kənarlaşdırım, öz məşğələmə, uşağı məşğələyə cəlb etməyim olmaz. Biz indi görürük ki, metrolara düşən zaman əlil arabalarında olan insanlar üçün də bir yol düzəldiblər. Bu sosial model uyğunlaşmasıdır. Yəni sosial model tələbinin qorunmasıdır. Tibbi model olsaydı deyərdi ki, yox da, yəni
pilləkənlə düşə bilirsənsə, düş metroya, yoxsa düşmə. Yəni loru dildə belə izah verim sizə. Yəni bir növ tibbi model ancaq xəstə olmasını, damğa vurulmasını ön planda göstərir. Daha sonra biz əsas qeyd etməliyik Azərbaycan Respublikasının qanunlarında inklüziv təhsilin qəbul olunma vaxtlarını. Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci ildə təhsil haqqında Azərbaycan Respublikasının qanunu 2009 Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyac olan sağlamlıq imkanı məhdud uşaqların təhsilin təşkili üzrə inkişaf proqramı 2005-2009-cu illəri Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə dövlət proqramı isə 2018-2024-cü illəri əhatə edir. Deməli, birinci inkişaf proqramı əsas götürülür, yəni 2005-2009, daha sonra dövlət proqramı yaradılıb 2018-2024-cü il. Bu ardıcıllığı belə yadınızda saxlayın, çünki testlərdə ən çox düşən tarixlərdən biridir.